Tam 25 manatlıq mən bir market sifarişlərimi görürsünüz. Dünənləri sifariş vermişdim. Bu günləri artıq gətirib çatdırdılar. Əvvəl bir gündən sonra gətirirdilər. İndi isə səhərsi gün gətirdilər. Bilmirəm, xüsusi hacqablı çatdırılma günləri var, necədirsə bilmirəm. Mən slipini, salfetkalarını dadanandan bəri, onların dadını görəndən bəri ki, necə təmiz eləyirlər, necə pratik, rahatdılar. Artıq evdə əski işlədə bilmirəm. Biri mətbəx üçün almışam. Mətbəx üçün olanın içində 50 dənə olur. Digər 2 dənəsi isə ümumi ev üçün almışam. Bu üçü bir yerdə mənə hardasa bir ay yarım bəs eləyir. Mətbəx üçün olan qalındır deyənə, onu hətta yuyub təzədən yenidən istifadə edirəm gün ərzində. Əgər az sirklənibsə, dərindən təmizləyir. Çalışıram hər dəfədə fərqli növlərini alım ki, hansını ən çox bəyənirəmsə ondan işlədim. Məsələn, bu limonlu niyə çox qəşəng idi. Səhv eləmirəmsə bunların heç birindən almamışam. Bir də Fairy'ni həmişə mən qab yuma şampunun böyük boyu alıram. Onu da 2,6 litrdir. Uzun bir müddət işlədirəm. Sadəcə xüsusi qabım yoxdur onu qaba töküb işlətməyə. 1 litr Fairy alıram, boşaldıqca onun içərisinə atıram, elə işlədirəm. Bu deyəsə belə professionaldır. Yəqin ki, evdə işlətməyə keçərli olar da yəni.